Herkesin marağına səbəb olan ana arı necə doğulur, ana arı necə olur onu göstereceğim size. Deməli, bu normal işçi arıdır. Birinci bunu diyeyim. Bu yuvasıdır, indi izah edeceğim size. Bu işçi arı, bakın burada gördüğünüz bu sürfələr var ha, burada gördüğünüz. Bu sürfələrdən doğulur. Bunlar bal, çiçək tozuyla bəslənilende bu cür adi işçi arı olur. Amma adi bir sürfəni arı südü ilə sırf bəslənilende isə bu cür yuva olur, böyük bir yuva düzəldirlər, arı çəkil. Deməli, bax bu cür yuva olur. Bu yuvanı biz dağıdacaq, içini sizə göstərmək üçün. Onsuz da dağılmalıdır. Yəni sizin üçün arı südünü görürsünüz, nə qədər bəyənirlər, dərhal istifadə etməyə başlayırlar. Arı çəkil, çəkilin. Çəkilin, imkan verin, video çəkin, çəkin qırağa. Əslində bunlara icazə yoxdur bu arı südünü istifadə etmək üçün. Deməli, baxın burada görürsünüz bu sürfə. Bu büyüyəndə ana arı olacaqdır. Görürsünüz, bu sürfəni qidalandırmaq üçün bu qədər burada süd qoyublar. Arı südü dediğimiz 1 gramı 5 manata olan məhsul bax bu məhsuldur. Görürsünüz? Amma satışda yoxdur hal-hazırda. İnşallah iyun ayından sonra olacaq. Bu reklam deyil, sadəcə olaraq bəziləri şəxsi yazır, yəni yazmamağınız üçün deyirəm, hal-hazırda yoxdur. 1 gramı 5 manata olur bunu. Deməli bu arı südü ilə qidalandığı üçün ana arı 5 il yaşayır. Amma bal, çiçək tozu ilə bəsləndiyi üçün isə bu gördüyünüz minicik canlılar isə 35 gün yaşayır. Bunu da israf etməyəcək.